Salam əziz vətənlər. Patriot TV kanalının növbəti buraxılışı efirdədir və sizinlə Ceyhun Əliyevdir. Bugünkü müəllif verilişimi mən Rusiyada uzun illərdir tibb sahəsində çalışan həkim cərrah və Paracels klinikasının təsisçisi və rəhbəri Rasim Əliyevə həsr edəcəyim. Azərbaycanımızın qədim güşələrindən olan Qədim Gəncəmizdə 1968-ci ildə dünyaya göz açmış Rasim Əliyev 1984-cü ildə orta məktəbi bitirərək o dövrdə Sverdlov şəhərinə gəlmişdir. Burada tibb texnikumuna qəbul olub, daha sonra hərbi xidmətə yollanıbdır. Və məhz 1991-ci ildə Rasim Əliyev Yekaterinburg Tibb Universitetinə qəbul olur və həmin tibb universitetini bitirdikdən sonra sıravi həkim kimi fəaliyyətə başlayır. Rasim Əliyev bir çox tibb sahəsində olan vəzifələrdə xidmət edir və 1998-ci ildə Paracels klinikasının birinci binasının təməlini qoydurur və o dövrdən bu dövrə qədər Paracels klinikası Yekaterinburg şəhərində fəaliyyət göstərir. Və artıq 9 ilə yaxındır ki, Paracels klinikasının ikinci binası da açılıbdır və o tək Uralda deyil, bütün Rusiyada olan, yaşayan insanların xidmətindədir və Paracels klinikası nəzərinizə çatdırmaq istəyirəm ki, çox peşəkar həkimlərlə təmin olunubdur və burada çox peşəkar həkimlər fəaliyyət göstərirlər. Bütün sahələrdə, istər nevropatoloq, istər travmatoloq, ortoped, istər terapevt, yəni burada çox müasir tipli avadanlıqlar var ki, hansılar ki, tomografiya, maqnit tomografiyası və eyni zamanda da müasir tipli UZI aparatları var ki, insanları müayinə edir və peşəkar həkimlər tərəfindən onlara düzgün diaqnoz qoyularaq onların müalicəsi təşkil olunur və insanlar şəfa tapırlar. Demək olar ki, müasir avadanlıqlarla təmin olunmuş doğum evi də fəaliyyət göstərir və sizi inandırım ki, Yekaterinburgda yaxın insanlarla söhbət edərkən məhz bu doğum evində onların, necə deyərlər, evlatları uşaq dünyaya gətirir və orada çalışan həkimlərə çox etibar edirlər. Rasim Əliyev tək həkim kimi Uralda tanınmır. O eyni zamanda da çox fəal ictimai-siyasi xadimdir və demək olar ki, diasporamızın fəaliyyətində də yaxından iştirak edir və öz töhfəsini verir. Həmçinin də Rasim həkim xeyriyyəçilik işlərlə də məşğuldur. Rasim həkimin vasitəsilə bir çox az təminatlı ailələr, onların evlatları himayəyə götürübdülər, müalicə alıblar. Hətta elə bir uşaq var ki, körpəliyindən bugünkü günə qədər onun sağlamlığının keşiyində məhz Rasim həkim durur. Rasim Əliyev Gəncə şəhərində dünyaya göz açıbdır və Gəncə şəhərini dünyanın heç bir şəhərlərlə dəyişmək fikri də yoxdur. Mənim onunla şəxsi söhbətim olubdur. Əfsuslar olsun ki, o ezamiyyətə gedirdi və canlı mənimlə müsahibədə iştirak edə bilmədi və onunla söhbət zamanı onun verdiyi mənə qısa bir müsahibəni nəzərinizə çatdırıram. O, Gəncə şəhərində 19 saylı orta məktəbdə oxuyubdur və onun çox təcrübəli müəllimləri olubdur. O bununla fəxr edir və sizi inandırım ki, Gəncə şəhəri haqqında söhbət düşəndə
onun gözləri doldu. Çünki qeyd etdiyim kimi artıq 36 ildən bir vaxt keçibdir ki, o qəribçilikdə yaşayır və eyni zamanda da hər gün, hər zaman ürəyi vətənlə döyünür. Tarixdə var adın Gəncəm, ay Gəncəm, azad eldə sən caldına Gəncəm. Tarixdə var adın Gəncəm, ay Gəncəm, azad eldə sən caldına Gəncəm. Qarşısında əyməmisən başını, tarix boyu heç bir yadına Gəncəm. Qarşısında əyməmisən başını, tarix boyu heç bir yadına Gəncəm. Gəncəm, ay Gəncəm, Gəncəm, ay 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 Gəncəm. 2020-ci il sentyabrın 27-sindən noyabrın 8-nə qədər 44 günlük müharibə zamanı Rasim Həkim burada bütün işlərini atıb Azərbaycana getmişdir və orada şəxsən Prezident aparatına, Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə müraciət etmişdir ki, onu da cəbhəyə göndərsinlər ki, o orada xəsarət alan, yaralanan, ağır yaralanan əskərlərimizin keşiyində, sağlamlığında dursun. Lakin əfsuslar olsun ki, Rasim Əliyevin təcrübəsindən nə Müdafiə Nazirliyi, nə Prezident aparatı, eyni zamanda da Səhiyyə Nazirliyi istifadə etməyibdir. Ancaq istifadə etsəydilər, yəqin ki, o da bir çox insanların həyatını geriyə qaytarardı, yaralılarımızı sağaldardı və tez bir zamanda sıraya qoyardı. Bax, bu məsələdə mən eşidəndə çox narahatçılıq keçirtdim ki, belə peşəkar həkimlərin müraciətinə reaksiya verməmək bu sadəcə olaraq məsuliyyətsizlikdir. Yəni ki, Rasim müəllimin içində həddindən artıq güclü vətənpərvərlik vardır. Hər zaman vətən haqqında söhbət mən onunla edəndə onun gözləri dolurdu. Bunu yəqin ki, qəribçilikdə yaşayan insanlar bilərlər. Əziz həmvətənlər, Rasim Həkim tək həkim kimi deyil, vətənpərvər insan kimi deyil, həmçinin də gözəl ailə başçısıdır. Bugünkü gündə onun 3 gözəl evladı yaşayır, yaradır. 2 qızı, bir oğlu vardır. Böyük qızı artıq Tibb Universitetini yaxın zamanlarda bitirəcəkdir. Həm orta məktəbi qızıl medalla, eyni zamanda da Tibb Universitetini də yaxın zamanlarda qırmızı diplomla bitirəcəkdir. İkinci qızı da eyni ilə məktəbi bitirdikdən sonra Tibb Universitetinə qəbul olmaq istəyir. Mən ona sual verdim ki, ailənizdə evladlarınız hansı ixtisas seçirlər? Dedi, bizim ailəmiz ancaq həkim sahəsini seçirlər, həkim olmaq istəyirlər. Ailənin son 5-i isə oğlu bugün Yekaterinburqda ən, necə deyərlər, öz yaşları arasında tanınan idmançılardan biridir. Və mən buradan Rasim Həkimə və onun ailəsinə uzun ömür, can sağlığı arzulayıram ki, belə gözəl, vətənpərvər evladlar dünyaya gətirib, tərbiyə edib və artıq onlar cəmiyyət içində Azərbaycan xalqını Rusiyada təmsil edirlər. Hörmətli tamaşaçılar, mən verilişimin sonunda bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, bugünkü gündə onun rəhbərlik etdiyi Parases klinikasına megapolis olan Moskvadan, böyük şəhərlərdən Sankt-Peterburqdan, Novosibirskidən, uzaq şərqdən, Ural öz özlüyündə, Uralın demək olar ki, bütün şəhərlərindən məhz üz tuturlar həmin klinikaya. Çünki buradakı olan həkimlər, onların münasibəti tamamilə fərqlənir. Və bütün bunların hamısının yaradıcısı məhz Rasim Əliyevdir. Mən indi sizinlə xudafizləşirəm, hörmətli tamaşaçılar. Sizin hər birinizə can sağlığı arzulayıram. Özünüzdən və yaxınlarınızdan müğayət olun. Gələn görüşlərə qədər. Sağ olun.